hakimiyyətin içində böyük qopuqluq yaranıbdı. Hətta nizamilərin içində və o bürokratların içində bu qüvvələri o çalışıb, o necə deyirlər, öz tərəflərinə cəzb eləməlidir. Və bu daha işi mənim nəzərimə, mən də burada da baxıram, görürəm federal istiqlal filan çox şey. Mənim məsələn federalistlər istiqlalçılarla məşğul olmamalıdırlar. Bifaydadır. Yəni istiqlalçılar da federal düşüncədə olanlarla məşğul olmamalıdırlar. Hər kəs öz çərçivəsində düzənini qurmalıdır, etiraflarını genişləndirməlidir. O düzənlərlə getməlidir qabağa və özünü gələcəkdə İranın çöküşünə biz hazırlaşmalıyıq. Yəni mən onu görürəm perspektivdə. İstiqlalçılar bu açıdan düzdür pointları ki, bəli, əgər bu çöküşə doğru gedir, biz də federalistdir. Amma bu da garanti deyil. Və mən düşünürəm ki, Azərbaycanla Türkiyə də bu vəziyyəti ki, İranda gəldi qabağa, bu məsələlər ki, biz burada danışıq, bunların fərqindədirlər. Və fikr eləyirəm ki, burada məqul düşüncələr, ağıllı başlı gedən qabaqlara, real politiksə uyğun bir xəritəsi ortaya qoyanlara ki, eləyə bilirlər, Sincan yarasında, hərəkətində nisbi həddə də olsa, bunlara da məncə yaşılçılar göstərəcəkdir. Bu qədər. Selam dostlar və əziz Babək bəy. Bu yaydığınız səsdə ki, mən bir balaca bölümündə burada yaymışam. Bəzi ifadələr, yəni siyasi ifadələr və bəzi qavramları işlətmişsiniz ki, mən düşünürəm ki, onların haqqında biraz açıqlamaq gətirim və bir mübahisə də açılırsa çox sevinərəm ki, bu haqda biraz danışmamız lazımdır. Adını çəkdiyim ifadələrdən və qavramlardan birisi, deyirsiniz ki, rejim, siyasi və əskəri yönlərdə qopuşlarla qarşı-qarşıyadır. Yəni ciddi qopuşlar var və bu İran rejimini çöküşə tərəf aparır. Və həman danışığın bir tərəfində demişsiniz ki, istiqlalçıların bu yöndən haqlıdırlar ki, bütün İran rejimi çöküşə gedir. Oradan o hədəflər üçün, o istiqlal üçün bir faydalar ala bilərlər. Eyni halda əgərsə biraz da əqlani davransalar, Türkiyə və Azərbaycan dövlətdə onlara yaşıl işıq yandırır deyirsiniz. Ümumiyyətlə siyasi stratejilər elə bu türlü analizlərin üstünə qurulur. Rejimi necə görürlər, necə çökə bilər, nə dəyişikliklər ola bilər. Amma əgərsə bu analizlər dəqiq və düzgün olmursa, bir siyasi hərəkətə çox ciddi ziyanlar da verilə bilir. Ona görə bu qavramlar haqda həm biraz çox danışmalıyıq, həm də biraz diqqətlicə danışmalıyıq deyə düşünürəm. Ona görə bu qavramlara geri döndüyümüzdə birisi İran rejiminin çökməsidir. İran rejiminin siyasi çökməsi mümkündür. Hətta əskəri çökməsi də mümkündür. Əcəba İran rejimi siyasi cəhətdən çökürsə və hətta əskəri cəhətdən də çökürsə, əskəri və siyasi çökmədən İranın siyasi coğrafiyası bir neçə bölümə bölünməsi və bir neçə ölkənin o siyasi coğrafiyada qurulma mənasına gəlirmi? Sizdən yaydığım səsdə bu sualın cavabı müsbətdir. Yəni, İran rejimindən qopuşlar var, siyasi əskəri qopuşlar çökə bilir və çökürsə istiqlal stratejisinə bir şərait yaranır və Güney Azərbaycanda bir müstəqil dövlət yarana bilər kimi açıqlamışsınız. Halbuki bir ölkənin çökməsi siyasi cəhətdən və hətta əskəri cəhətdən elə son illərdə, son 20 ildə belə bir çöküşləri görmüşük də. Nümunə olaraq Əfqanistanda rejimin çökməsi idi. Nümunə olaraq ən son aylarda Suriyədə rejimin çökməsi idi. Ki, əsasən heç bir şey də yox idi və İsrail də onun təpəsində idi. Amma elə bir çökmədən Suriyə bölünmədi. İranda isə Fars nasyonalizmi, İran nasyonalizmi altında İran İslam Cumhuriyyətinin qurulan andan bu günə qədər mərkəzçi Fars və İran nasyonalizmi hər gün güclənmədədir. Əvvəla bir dinçi rejimin qarşısında nasyonalisti bir ideolojinin güclənməsi söz konusudur. Bir tərəfdən də bu nasyonalizmə, mərkəz və Fars nasyonalizminin 100 il hakimiyyətdə olması və 100 il dövlət aparatı bu nasyonalizmi bəsləyib barındırmasına diqqət etdiyimizdə, xüsusən qadın yaşam azadlığı hərəkatında meydana çıxdığı cəmiyyət, verdiyi şüar,
ifadə etdiyi hisslər hamısı çox güclücə bir mərkəz nasionalizmini İranda göstərməkdədir. O mərkəz nasionalizminə qarşı qeyri-fars xalqların bölgələrində xalqların nasionalizminin köklənməsi, güclənməsi və meydana gəlməsidir. Mən hətta deyərəm ki, İran nasionalizmi ya mərkəz nasionalizmi ya Fars nasionalizmi əgərsə keçən 100 ildə iqtidar tərəfindən xalqa pompaj olmuşdu və İran nasionalizmi ya Fars nasionalizmi İranda daha çox eliti siyasının içində köklü idi. Amma indi ələlxüsus qadın yaşam azadlıq hərəkatından sonra bu nasionalizm Fars xalqının və ya mərkəzi kəsimin arasında çox ciddicə güclənmədədir. Yəni İran İslam Cumhuriyyəti çökürsə belə elə bir yeni genişlənən və güclənən mərkəzçi İran və Fars nasionalizmi var ki, bugün İran rejimi çökürsə ilk aşamalarda belə yeni dövlətin qurulmasına şərait yaranacaq. Qeyri-fars xalqların şansı bu ərəfədə güclənib meydana gəlib, o öz gücləri ilə, bərabər gücləri ilə özü də mərkəzdə öz istəkləri üçün yeni yazılan hüquqda özlərinə bir yer, fəza aça bilirsələrsə bir haqq əldə edəcəklər. Aça bilmirsələrsə, yəni mərkəz nasionalizm daha çox güclü olursa, bəlkə gələcək rejimdə də bu xalqlara lazımi qədər haqq rəsmiyyətə tanınmaz. Belə bir durumda İran rejiminin siyasi və əskəri çökməsindən İranın parçalanmasını sonuclandırma, nəticə alma çox böyük bir yanlışlıqlara yol aça bilir. Çünki İran rejimi çökürsə, ki necə ki Suriyədə çöktü, yeni dövlətlərin yaranmasının əsası başqa dövlətlər o dövləti, yeni qurulan dövləti rəsmiyyətə tanımaları önəmlidir. Yəni xarici dövlətlər, dünyanın dövləti bir dövləti ki qurulub və ya istiqlal elan edib, o istiqlalı rəsmiyyəti tanımasalar o dövlətdən dövlət ola bilirmi? Bura gəldiyimizdə bunu sormaq lazımdır. İran rejimi çöktü, bizimkilər Güney Azərbaycanda istiqlal elan etdilər. Tamam, hangi dövlət, hangi bir dövlət belə o istiqlaliyyəti rəsmiyyəti tanıyacaq? Türkiyə və Azərbaycana gəldiyimizdə ki, işarə edirsiniz ki, yaşıl çıraq yandıracaqdır. Hətta Türkiyə və Azərbaycan belə siz demişkən istiqlal üçün yaşıl çıraq yandıra, Güney Azərbaycanda bir müstəqil dövlət qurula bilməz. Örnək verim sizə, Quzey Qibris Türk Cumhuriyyəti. Quzey Qibris Türk Cumhuriyyətini Türkiyə rəsmiyyəti tanıyıb. Əcəba Quzey Qibris Türk Cumhuriyyəti bir müstəqil dövlətə çevrilibmi? Yox. Və ondan pis Azərbaycan belə o Quzey Qibris Türk Cumhuriyyətini rəsmiyyəti tanımayıb. Və bildiyiniz kimi son illərdə, yəni keçən ildir bəlkə, o qurulan Türk dövlətləri birliyindən 4 dövlət Qibrisdə Yunan tərəfini Qibrisin rəsmi dövləti kimi rəsmiyyətə tanıdılar. İkinci və məncə önəmli bir ifadə ki deyirsiniz ki, federalçıların istiqlalçılarla iş olmamalıdır və istiqlalçıların da federalçılarla iş olmamalıdır və hər kəs öz yolunu getməlidir. Əvvəla, siyasi tarixdə belə bir hadisə üz verməyib ki, bir toplumda yaşayan cəmiyyət və bir toplumun, ya bir millətin, ya bir xalqın siyasi hərəkəti başqa siyasi hərəkətə eyni toplumda və eyni siyasi coğrafiyada laqeyd qalsın. Çünki istər-istəməz bir siyasi coğrafiyada, indi deyək Güney Azərbaycan, orada Güney Azərbaycanın çıxış yolu haqqında hər bir siyasi qüvvənin o çıxış yoluna bir analizi vardır. Elə buna görə də o siyasi qüvvənin tərəfindən başqa siyasi güclərin başqa yolları və ya başqa stratejiləri meydana qoyması yanlışdır. Bu həm federalçılara və həm istiqlalçılara və hətta başqa kəsimlərə də Güney Azərbaycanda şamildir. Sən bir yolu düz bilirsən, xalqının maarifləşməsi üçün, siyasi hərəkatının güclənməsi üçün o toplumda başqa yolları, yəni yanlış yolları tənqid etməlisən, analiz etməlisən, ələşdirməlisən və bu vasitələ siyasi maarifləşməni toplumda gücləndirməlisən və o vasitələ öz siyasi hərəkatını gücləndirib və siyasi məqsəd və hədəf üçün
çalışmalısan. Ama hemen bu federalistler, hemen bu federalistler ki bugün Güney Azerbaycan'ın çıkış yolun İran'ın siyasi coğrafyasında bir federal cumhuriyetinin kurulmasıyla uygun ve münasip görür. Şərait dəyişdiyində, ciddi bir şəraitlər dəyişdiyində və istiqlala şərait yarandığında dediyimiz həmin elə bu federal güclər istiqlal şüarını meydana qoymalıdırlar. Yəni istiqlala şüarı meydana qoymağa özünə aid bir özəl qüvvə lazım deyildir. Bu toplumun zərurəti və siyasilərin o toplumda o toplumun şəraitindən, analizlərin içindən çıxan strateji ki, təyin edilir. Federal bir strateji seçilsin ya istiqlal bir strateji kimi seçilsin. Məsələn, Yugoslavını bir örnek kimi götürək. Federal Yugoslavi savaşlara görə hər nədənsə ayrıldılar, bir neçə ölkəyə çevrildilər. Acaba kim istiqlal şüarını oralarda meydana attı? Bir istiqlalçı qüvvə, bir özel bir qüvvə mi vardı orada istiqlaliyyəti meydana qoysun ya yox? Elə həmin federal qüvvələr o bölgelərdə şərait değiştiğinde istiqlal şüarını ilə həmin federalistlər meydana qoydular və istiqlalı gerçəkləşdirdiler. Elə Kuzeydə Azərbaycanı niyə deməyək? Azərbaycan bir federal sistemin içinde, Sovyet Birliği'nde ya konfederal bir sistemin içinde yaşadılar. 70 neçə il federal sistemde yaşadılar. Həmin federal sistemde olan şəxsiyyətlər, insanlar, adamlar şərait meydana geldiğinde həmin adamlar istiqlal şüarını meydana qoydular. Birinci Azərbaycanın müstəqil dövlətinin Cumhurbaşkanı kim olur? Həman Azərbaycanın Komünist Partiyasının rəhbəri. Yəni orada da elə liderdi, federalist idi. Amma zərurət icabında, şərait değiştiğinde, analiz değiştiğinde indi strateji istiqlala uygundur deyə istiqlal şüarını onlar verdiler. Və onlar da elə Cumhurbaşkanı oldular. Mesela Gürcistan'da şüar sinəsində kim idi? Bir federalist da Sovyet Birliği'nde federal sisteminde Gürcistan yaşayır. Şərait değiştiğinde hemen federalistler istiqlal şüarını verdiler. Tamam, Sovyet dağılanda hamısı federalistler rəhbərlər. Hemen rəhbərlər o federal sistemi değişiləndə və istiqlala düşəndə onlar istiqlal şüarı verdiler. Yani ayrı bir istiqlal şüarı veren bir qüvvə yoxdur toplumdakı. Burada önemli olan faktör budur. Bu ölkələr ki parçalandılar, mesela Yugoslavi, mesela Sovyet Birliği ve onların içinden bir neçə müstəqil devlet meydana geldi. Her iki devlette, yani hem Yugoslavi hem Sovyet Birliği federal ve konfederal sistem esasında kurulmuşlar. Yani federal devletler kurulmuştu, yerel devletler vardı. O yerel devletlerin rəhbərləri şərait değiştiğinde istiqlal şüarını meydana qoyub və müstəqil devlete çevirdiler o bölgeleri. Hem Sovyet'te belə oldu, hem de Yugoslavi'de belə oldu. Kürtlər Irak'ta federal devlet kurulmayınca, öz bölgelerinin idaresi, sistemi, hukuka, kanuna yerleşmeyince istiqlal şüarı verdiler. Yok. Ama federal devlet kuruldu. O Irak'ta Kürtlerin ikliminde bir devlet kuruldu. Onlar şəraitdən icabatı istiqlal şüarını meydana attılar ama yersiz olmağına göre kabul da olmadı. Ama herhalde bir devlet idiler ki istiqlal şüarını meydana koydular. Yani kim istiqlal şüarını meydana koydu İqlimi Kürdistan'da? Federalist Kürtler de elə bugün de federal devlet idare edilir. Hem onlar istiqlal şüarı verdiler. Yani lazım değil ki Azerbaycan'da istiqlal için bir qüvvə, federal için bir qüvvə olsun. Bugün Güney Azerbaycan'ın zərurətlərinə icab edirsə, %90 siyasi güclər ora odaqlanmalıdırlar. Zərurət və şərait icabatında stratejini dəyişməlidirlər. Orada bir siyasilərin həmişə bir sözü var. Təhlil müşəxəs, şərait müşəxəs. Yəni müşəxəs və müəyyən bir şəraitdən müəyyən bir analizə görə bir strateji çıxar eşiyə. Və o stratejinin içində əməl etmək lazımdır. Şərait değiştiğinde bu şəraitin yeni analizi qoyulub və yeni analiz əsasında yeni stratejiler seçilməlidir. Ona görə bu söz ki, istiqlalçıların federalçıların işi olmasın, federalçılar istiqlalçılarla işi olmasın fikri kökündən bir siyasi toplumda, bir toplumda yanlıştır. Yani bir toplumun siyasi qüvvələrin iki fərqli mərkəzlərə odaqlanma və yəni siyasi gücü parçalayıb bölmə və əməldə yəni o toplum bir məqsədə, bir hədəfə çatmamağını məna verir ondan. Bugün Güney Azərbaycanının zərurətləri və şəraitin analizindən baxmalıyıq ki, acaba federalizm əlverişlidir? Yəni İran içində Azərbaycana bir devlet kurma.
və türklərin İranın siyasi coğrafiyasında potansiyellərindən, qeyri-farsların potansiyelindən bir araya gəlməklə bir güc əldə edib qeyri-fars xalqların bölgəsində bir dövlət qurma, yerel dövlət. Yəni İranın siyasi coğrafiyasında adın çəkdiyim potansiyellərə dayanaraq bir federal cumhuriyyətin yaranmasını ilk aşamada hədəfləməliyik və o dövlət qurulmalıdır. Dövlət Azərbaycanda, Güney Azərbaycanda qurulandan sonradır ki, o dövlətin içində yaşayan siyasi qüvvələr şəraiti arayıb, o şəraitdə istiqlal şüarını meydana qoymalıdırlar. Dövlət var, qanun var, hüquq var, sınır var, məclis var və bu məclis legal olaraq istiqlaliyyət məsələsini bütürcü meydana gətirməlidir. Və o aşamada istiqlalçılar Azərbaycanı istiqlala götürmək üçün lazımi fəaliyyətləri etməlidirlər. Çünki Azərbaycanda, Güney Azərbaycanda dövlət var. Bu dövləti istiqlala götürmək legal yollarla teorikən mümkündür. Amma o şəraitdə istiqlalçı güclər necə bu məsələni meydana qoyacaqlar da bizim nəslimiz deyil ki, gələcək nəslər özləri bu fikri necə meydana qoya bilərlər, necə faydalana bilərlər, necə Azərbaycanı yine yeni bir siyasi dəyişimə götürə bilərlər, onu onlar bilirlər. Bizlər və ya hər insan və ya hər siyasi təşkilat öz çağına, öz əsrinə strateji qurmaq lazımdır. Başqa əsrlərə və başqa nəsillərə strateji qurmaq yanlışdır. Biz öz zərurətlərimizi tanıyırıq və öz zərurətlərimizin əsasında və şəraiti gördüyümüzdə ona strateji qurmalıyıq. Yine də qeyd edirəm, bura Güney Azərbaycana istiqlaliyyəti əldə etmə əlverişlidir, yoxsa bir federal cumhuriyyət və o federal cumhuriyyətin çərçivəsində Güney Azərbaycana bir dövlət. Hangisi əlverişlidir? Hangisi əlverişli isə o bugün Azərbaycanın zəruri stratejisidir. Başqa stratejilərə vaxt qoyma Azərbaycanın enerjisini başqa yerlərdə tükətmək deməkdir. Azərbaycana və Türk xalqına öz hədəfinə çatmada, yəni Azərbaycanda dövlət qurmaya bir əngəl törətmə və ya Azərbaycanda siyasi gücü parçalayıb baltalamaq deməkdir. Yine sonuç bu ki, Azərbaycanda istiqlalçıların, federalçılarla iş olmasın, bunların olanı iş olmasın, əvvəla siyasi kurallara aykırıdır. Saniyen toplumda milli maarifləşmə və siyasi maarifləşməyə qarşı bir qavramdır. Üçüncüsü, önemlisi və ən pisi Azərbaycanın siyasi gücün baltalayıb parçalamaqdır. Baltalanmış və parçalanmış bir güc bir toplumda istədiyi hədəfə, yəni Azərbaycanda dövlət qurmağa vara bilirmi? Cevabın negatif olması hər kəsə aydındır. Sözüm uzandıysa mən bağışlayın.